tikinti şirkəti mənzilimi başqasına satıb. Today Baku xəbər verir ki, Vətən müharibəsi veteranı Quluzadə Əzzağa Rövşənoğlu öz sosial media hesabında video müraciət paylaşaraq üzləşdiyi dələduzluq faktı ilə bağlı ictimaiyyətdən və aidiyyəti qurumlardan kömək istəyib. Möhürlü müqavilənin etibarsız olduğunu deyirlər. Veteran bildirib ki, 2 il əvvəl Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında yerləşən yeni tikilidən 90 kvadrat metrlik mənzil alsa da, hazırda həmin mülkiyyəti mənimsənilib. Mən inşaat konstruksiyaları, tikinti şirkətinin rəhbərləri Rauf Əliyev, Rəsul Əhmədov və Zahir Nəcəfov tərəfindən aldadılmışam. Mənzilimi yoxlamağa gedəndə gördüm ki, qoyduğum qapı xəbərim olmadan çıxarılıb və içəridə başqa şəxs təmir işləri aparır. Şirkət rəhbərliyi isə mənə verdikləri möhürlü və imzalı rəsmi müqavilənin yararsız olduğunu iddia edir. Mən 2-ci Qarabağ müharibəsi veteranı Quluzadə Əzzağa Rövşənoğlu, İnşaat Konstruksiyaları MMC tikinti şirkətinin rəhbərləri Rauf Əliyev, Rəsul Əhmədov və Zahir Nəcəfov tərəfindən aldadılmışam. 2 il bundan öncə Yasamal rayonu Abbas Mirzə Şərifzadə 33 küçəsində yerləşən yeni tikili binadan 2 otaqlı 90 kvadrat metrlik mənzil əldə etmişəm. Təzəllikcə mənzilin yoxlanışına getdikdə aşkar olundu ki, mənim mənzilim ikinci şəxsə satılıb və mənim qoyduğum qapı qanunsuz şəkildə məndən xəbərsiz çıxarılaraq digər qapı ilə əvəz olunub və içəridə isə təmir işləri gedir. Rəhbərliyə müraciət etdikdən sonra bildirildi ki, onlar tərəfindən pečatlanan və imzalanan rəsmi müqavilə sənədi yararsız imiş və mənim mənzilimi qaytarmaqda boyun qaçırırlar. Mən heç kəsə icazə vermərəm ki, əzab-əziyyətlə, halal qazandığım pulla əldə etdiyim mənzili kimsə mənimləsin. Bu cinayət işi ilə bağlı məhkəməyə və hüquq orqanlarına müraciət etmişəm. Xahiş edirəm, mənim işim ciddi şəkildə baxılsın və köməklik göstərilsin. Diqqətiniz üçün təşəkkürlər.